Məndə olan nemətlərə də, hələ ki məndə olmayanlara görə də Allaha şükr edirəm. Əlimdə olan yoxdur, bu o demək deyil ki, Allah onu mənə vermək istəmir. Sadəcə mən buna hazır deyiləm. Allah mərhəmətlidir. O insana hər şeyi verməyə hazırdır. Amma insan yalnız daxili gücü, daxili enerjisi hazır olanda bunu qəbul edə bilir. Bizim dəyərimiz, bacarıqlarımız, enerjimiz, potensialımız artdıqca bu dünyada daha çox götürməyə qadir oluruq. Bu gün enerjilər hal-hazırda dəyişib, dünyanın qanunları dəyişir. Bu dövrdə zənginləşənlər, dünyaya fayda verənlər Allaha faydalı olanlardır. Onlar daha sürətlə yüksəlirlər. Sənin daxili gücün, daxili enerjin də böyüyəcək. Əgər sən insanlara xidmət etmək istəyirsənsə, əgər sən onlara dəstək olmaq istəyirsənsə, əgər sən onlara yol göstərmək istəyirsənsə, o zaman sənin daxili enerjin də artacaq və sən artıq bu dünyada öz yerini tapacaqsan. Yox, əgər sən hazır deyilsənsə, birdən-birə sənin belə deyək, başına bir 50 min, 100 min tökülsə belə sən onun dəyərini bilməyəcəksən və onunla düzgün istifadə edə bilməyəcəksən. Ona görə əgər sən indi hal-hazırda istədiyin evə, istədiyin pula, istədiyin işə sahib deyilsənsə, bu o demək deyil ki, Allah onu sənə vermir. Bu o deməkdir ki, sən hələ onu götürməyə hazır deyilsən. Sən öz üzərində işləməlisən, öz enerjini dəyişməlisən, öz düşüncələrini dəyişməlisən ki, artıq səni gözləyən o yüksək və möhtəşəm həyata hazır olasan.